Salam əziz dinləyicilər, hər vaxtınız xeyir olsun. Ədəbi portretlər verilişini sizə mən Elşad Əliyev təqdim edirəm. Həm söhbətim Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent, filologiya fəlsəfə doktoru Mətanət Vahidi. Mətanət xanım, xoş gəlmisiniz. Təşəkkür edirəm. Mətanət xanım, bu gün sizin də yardımınızla Seyid Əzim Şirvani haqqında söhbət edəcəyik. Təbii ki, bütün verilişlərdə dediyim kimi həyatından başlayıb birazdan keçəcəyik. Sonra ehtiyac olarsa müəyyən detallarla bağlı əlavə suallar verirəm sizə. Buyurun. Seyid Əzim Şirvani kimdir sualı veriləndə yəqin özüm üçün ilk növbədə belə bir cavab verirəm ki, 19-cu əsrin o nəhəng simaları ki var, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Mir Möhsün Nəvvab, Nəbati Zakir və digər o böyük sənətkarlarla eyni sırada həmin o obrazlar qalereyasında özünə məxsus bir obrazı olan sənətkardır. Mənə görə bir sənət adamı üçün çox vacib olan amildir. Özünün obrazı olsun. Seyid Əzim Şirvani düşünürəm ki, Azərbaycan insanın yaddaşında, beynində daha çox məhz elə özünə məxsus obrazı ilə assosiasiya olunur. Seyid Əzim Şirvani ilk növbədə əlbəttə ki, şairdir. Bununla yanaşı eyni zamanda pedaqoqdur, məktəbdardır, qəzetçilik fəaliyyəti olan bir ziyalımızdır. Dərslik müəllifidir, həmçinin təzkirə müəllifidir. Bir sözlə, bütün bu fəaliyyəti ilə gözlərdəki cəhalət pərdəsini qaldırmağa çalışan bir ziyalıdır. Və təsadüfi deyil ki, bu il aprel ayında Seyid Əzim Şirvaninin 190 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının prezidenti sərəncam imzaladı. Məncə elə təkcə bu sərəncamın özü də Seyid Əzimin bizim ədəbiyyatımız üçün, ədəbiyyat tariximiz üçün necə bir əhəmiyyətli fiqur olduğunu təsdiqləyir. Seyid Əzim Şirvani 1835-ci ildə iyulun 10-da anadan olub, Şamaxıda Ruhani ailəsində, Seyid Məhəmmədin ailəsində anadan olub. Seyid Məhəmməd özü Şamaxıda nüfuzlu bir insan idi və Seyid Əzimin 7 yaşı olanda onun atası dünyasını dəyişir və onun ana babası Dağıstanda Yaksay kəndində kəndin hakimi idi və anası ilə birgə onlar gedirlər Dağıstana və orada babasının yanında qalırlar. Orada ümumiyyətlə həmin dönəmdə belə bir dəv var idi ki, az-çox ziyalı olan insanlar öz övladlarına təhsil verərkən daha çox ərəb fars dillərini təhsil edirdilər. Seyid Əzimin həyatının Dağıstan dövrü onun üçün gələcək dünya görüşü üçün çox böyük əhəmiyyət daşıyır. Nə mənada? Həmin dönəmdə Dağıstanda Şeyx Şamilin rəhbərlik etdiyi müridizm hərəkatı, Qazavat deyilirdi ona, onlar Çar hakimiyyətinə qarşı mübarizə aparırdılar və həmin o müridizm hərəkatı sufiliyin 4 prinsipinə əsaslanırdı və buna görə də sufilik prinsiplərinə əsaslanan bu müridizmin sayəsində sufilik prinsipləri özü çox geniş yayılmışdı Dağıstanda və təbii ki, Seyid Əzim də elə bir dönəmdə orada yaşayırdı ki, o prinsipləri öyrənməmiş olmazdı. Buna görə Seyid Əzim Şirvaninin sonraki o təsəvvüf dünya görüşü ki, onun bütün yaradıcılığına yansımışdı, düzdür, klassik ədəbiyyatdan daha çox bəhrələnmişdi. Bu əsas amil idi. Yəni, klassik ədəbiyyatı Seyid Əzim məktəbdə təhsilində çox yaxşı öyrənmişdi. Bu əsas amil idi. İkinci amil məhz Dağıstanda yaşadığı dövrdə sufizmin geniş yayılması idi. Və üçüncü amil isə onun əlbəttə ki, səfərləri idi. Seyid Əzim anası ilə bərabər 11 il Dağıstanda yaşayır və sonra 18 yaşında Şamaxıya köçürlər yenidən. Onlar bura gələndə görürlər ki, baxımsız qalmış evləri demək olar ki, dağılıb tökülüb. Bir il ərzində bu evi bərpa eləyir və özünün həm yerlisi olan Ceyran xanımla ailə qurur və 1-2 ildən sonra o təkmil ülum məqsədinə, yəni öz elmini təkmilləşdirmək məqsədi ilə şərq ölkələrinə səyahət edir. İlk dəfə səyahət edəndə Bağdada gedir və onun o səyahətləri nəticəsində əldə etdiyi elmi Sovet tədqiqatçıları deyirdilər ki, getdi diniz xalastik elmi öyrəndi, gətirdi daha da cəhaləti yaydı. Çünki təsəvvüf şeirləri yazırdı deyə həmin dönəmdəki o ideoloji təsirlə
tədqiqatçılar belə deməyə məcbur idilər. Təbii ki, həmin dönəm tədqiqatçıları Sovet ideologiyasından da necə tutursunuz da? Bəli, onu nəzərdə tuturam ki, Sovet ideologiyası belə idi ki, Seyid Əzim Şirvaninin təsəvvüfi dünya görüşünü qəbul etmirdi. Demək olar ki, o Firudun bəy Köçərlidən sonrakı ki tədqiqatçılar var. Mir Kamil Bağırov, Sadıq Hüseynov, digər bütün tədqiqatçılar, hətta ən sonuncusu Zaman Əsgərli olmuşdu 2005-ci ildə. O belə deyirdi ki, Seyid Əzim Şirvani ki, o təsəvvüfi dünya görüşünə malik mətnlər yazmışdı. Bu onun ziddiyyətli dünya görüşü idi ya da ki, onun dünya görüşündəki çatışmayan cəhət idi. Bunu bağlayırdılar həmin Sovet tədqiqatçıları ki, bəs getdi dini sxolastik elmləri öyrəndi, gətirdi mövhumatçılığı və xurafatı yaydı. Əslində isə biz o əsərləri təhlil edəndə görürük ki, mövhumatçılığı deyil, əksinə dinə elmi cəhətdən yanaşmanı və həmçinin təsəvvüfü ehtiva edirdi öz əsərlərində və bunu əlbəttə ki, o tədqiqatçılar da gözəl bilirdilər. Sadəcə belə deməyə məcbur idilər. Seyid Əzim Şirvani həmin o səyahətlərini edərkən sufizm Şərq ölkələrində geniş yayılmışdı. Baxmayaraq ki, tədqiqatçılar deyirlər ki, 19-cu əsrdə artıq sufizm dayaqları laxlayırdı. Əslində belə deyil. Məsələn, biz sufizmlə məşğul olan, onu araşdıran alimləri oxuyanda, xüsusən mənim xoşuma gəlir Karl Ernstin sufizmlə bağlı araşdırmasında o qeyd edir ki, nəyə görə 19-cu əsrdə biz sufizmin zəiflədiyini deyə bilmirik. O deyir ki, həmin dönəmdə səs yazma geniş yayılmışdı. Bir də ki, kitab çapı geniş yayılmışdı. Və maraqlı bir fakt gətirir, deyir ki, həmin dövrdə istər səs yazma ilə bağlı sifarişlər olsun, istərdisə də kitab çapı ilə bağlı sifarişlər olsun, ən çox iqtidardan gəlirdi, bir də sufi təlimlərindən gəlirdi. Yəni bu o deməkdir ki, onlar öz təlimlərini geniş yayırdılar. Seyid Əzim qayıdıb öz vətəninə qayıdandan sonra onun demək olar ki, dünya görüşündə əməlli başlı dəyişiklik olmuşdu. Ona görə o qayıdıb gələndən sonra daim can atırdı ki, öz biliklərini daha da möhkəmləndirsin. Artıq onun oğlu dünyaya gəlmişdi, Mir Cəfər. Bəlkə istəyirsə yeri gəlmişkən elə övladı ilə bağlı da danışmaq olar. Bəli, yəni onun həyatından biz bilirik ki, Seyid Əzim Şirvaninin 3 övladı dünyaya gəlib. Oğlu Mir Cəfər, Seyid Həcər və Seyid Fatma. Həmin o Seyid Cəfərə əsasən daha yaxşı təhsil verib, yəni o da fars və ərəb dillərini bilirdi və elə atasının məktəbində təhsil alırdı və nisbətən rus dilini də öyrənirdi. Xatırlayırıq da bizim orta məktəb dərsliklərimizdə belə oğlum Mir Cəfərə xitab orada deyir ki, rus dilini öyrənmək çox vacibdir, yəni və əslində Mir Cəfərin simasında ümumiyyətlə dövrünün gənclərinə xitab edirdi. Yəni rus dili öyrənməyin çox vacib olduğunu hesab edirdi və bəzən tədqiqatçılar deyirlər ki, Seyid Əzim özü fars və ərəb dilləri ilə yanaşı rus dilini də mükəmməl bilirdi. Əslində belə deyildi. Rus dilini mükəmməl bilmirdi, amma oxuyub yazacaq qədər, anlayacaq qədər bilirdi. Bəs edirdi yəni ona. Bəzən hətta tərcümələr də edirdi. Və sonralar ümumiyyətlə Seyid Cəfər atası dünyasını dəyişəndə 32-33 yaşındaydı və atasının elə əlaqələri var idi ki, o dünyasını dəyişəndən sonra onlar artıq Seyid Əzimin övladına kömək edirdilər, dəstək olurdular ki, o da məktəbdə pedaqoji fəaliyyətlə məşğul olsun. Amma bilirik də 1902-ci ildə demək, Şamaxıda zəlzələ oldu və ondan sonra Seyid Cəfərin ailəsi məcbur oldu ki, onlar Bakıya köçsünlər. Seyid Cəfərin özünün xatirələrində belə bir şey var. Deyir ki, mənim atam dünyasını dəyişəndən sonra anam qaldı, həyat yoldaşım və övladlarım və bir də çətin vəziyyətimiz qaldı. Onların vəziyyəti çox çətin idi. Zəlzələdən sonra onlar gəlirlər Bakıya və Seyid Cəfər də burada Bakıda, Mərdəkanda, Buzovnada məktəbdarlıq fəaliyyətinə, müəllimlik fəaliyyəti ilə məşğul olub və onun qızlarından Seyid Həcər də bilirik ki, elə onlar Şamaxıda yaşayanda o ailə qurmuşdu və sonralar onlar da Bakıya gəlmişdilər. Bakıdan da bir müddət sonra Aşqabada getmişdilər. Hətta sonraki o şəcərəsini də bilirik ki, hal-hazırda onun hətta nəticələri, kötücələri də deyil. Ondan sonraki nəsilləri tanımaq, bilmək istəyəndə Aşqabada üst tutub tədqiqatçılar. Yeri gəlmişkən bu sahədə mərhum professor Seyfəddin Qəniyevin zəhmətləri danılmazdı. Allah rəhmət eləsin. O 2023-cü ildə dünyasını dəyişdi. Demək olar ki, Seyid Əzimin bütün şəcərəsini araşdırmışdı. Özü kitabın müqəddimə hissəsində ön sözündə yazırdı ki, mən çox əziyyət çəkdim. Kənd bə kənd, şəhər bə şəhər gəzdim ki, onun şəcərəsindən heç olmasa kimlərisə tapım, tanıdım. Seyid Əzimin özünün həyatına qayıtsaq deyə bilərik ki, o ikinci dəfə yenidən şərq ölkələrinə səyahət edir. Bu dəfə oradakı bir
həm yerlisi olan tacirin köməkliyi ilə gedir. Öncə Məkkə və Mədinədən keçir, hacı titulunu qazanır. Ondan sonra isə başqa Şərq Misirə gedir, Qahirəyə gedir. Orada artıq təhsilini davam elətdirir. Qayıdıb gələndən sonra Seyid Əzim Şirvani qərara gəlir ki, artıq məktəbdarlıq fəaliyyəti ilə məşğul olsun. O onsuz da işləyirdi, yəni o Ünsizadə qardaşlarının məktəbində fəaliyyət göstərir. Daha sonra istəyir ki, özünün məktəbi açılsın. Seyid Əzimin məktəbi yeni üsullu məktəbi idi. Bu yeni üsullu məktəbin əvvəlki məktəblərdən fərqi nə idi? Burada şəriət dərsləri, din dərsləri təbii ki, keçirilirdi. Yəni bəli, onlarla yanaşı sadəcə olaraq dünyəvi dərslər də keçirilirdi. Qismən rus dilində çalışır. Bir də ki, Seyid Əzim Şirvani sadəcə olaraq dərs keçən bir müəllim deyildi də. O şagirdlərin həyatına toxuna bilən bir müəllim idi. Yəni onların dünya görüşünə təsir edir. Bilirik də, Sabirə də dərs deyib, Sultan Məcid Qanizadəyə də dərs deyib. Hətta o xatirələrdə var ki, Sabiri o qədər çox istəyib ki, ona Nizami Gəncəvinin xəmsəsini bağışlayıb və s. Təbii ki, yaxşı pedaqoqun o şagirdlərinin həyatında mütləq şəkildə bir rolu olur. Hətta Seyid Əzim Şirvani o qədər çalışırdı ki, onun şagirdləri o dövrün möfhumatçılıq, xurafatçılıq ab-havasından çıxsınlar. Və bir də ki, o dönəmin məmurlarına qarşı idi, yəni onun yaradıcılığından da bilirik də, danışırdı şifahi şəkildə də öz məktəbində belə şeyləri. Ona görə də onun üçün hətta belə bir problem yaranmışdı. 77-ci ildə onu məktəbdən uzaqlaşdırmışdılar. Siyasi cəhətdən şübhəli müəllim kimi onu müəllimlik fəaliyyətindən uzaqlaşdırmışdılar, amma Seyid Əzim həvəsdən düşməmişdi, şikayət etmək üçün Tiflisə qədər gedib çatmışdı və nəhayət onu məktəbə bərpa eləmişdilər ki, bəli, heç bir problem yoxdur, sən o Çar Usulü idarəsinə qarşı deyilmiş. Hətta bir neçə ildən sonra ona pedaqoji fəaliyyətinə görə za usərdiyə medalı da təqdim etmişdilər və onun həyatından bilirik də, həmin medalı yalnız ölümünə, vəfatına 10 gün qalmış ala bilib. Yəni, çox təəssüf doğuran bir məqamdır ki, Seyid Əzim Şirvani bütün ömrünü xalqın övladlarının işıqlanmasına, ziyalanmasına həsr etmiş bir insan özünün çox kiçik məbləğdə bir pulu yox idi ki, həmin o medalı alsın. Seyid Əzim Şirvaninin o fəaliyyət istiqamətlərindən biri Beytüs-Səfa ədəbi məclisi idi. Bu, onun həyatındakı, bioqrafiyasındakı çox vacib məqamlardan biridir. Birinci adına toxunmaq istəyirəm. Beytüs-Səfanı bir çox hallarda tədqiqatçılar bağlayırdılar Məhəmməd Səfanın adı ilə ki, onların o məclisin üzvlərindən biri idi Məhəmməd Səfa. Ona görə əslində elə deyil. Tədqiqatlardan məlum olur ki, Məhəmməd Səfa həmin dövrdə 16 yaşındaydı. Məsələn, Seyfəddin Qəniyev deyir ki, onun adı ilə bağlı ola bilməzdi. Səfa bilik də zövq almaq, səfa çəkmək mənasındadır. Ona görə də məsələn Seyfəddin Qəniyev deyir ki, yığışdıqları yerlə bağlı. Yox, onun da evində deyildi. Çünki Əhməd ağanın iqamətgahında onlar toplaşırdılar və bir də onların xeyriyyətçisi də Mahmud ağa idi. Yəni həmin o Beytüs-Səfanın belə deyək də maliyyə dəstəyi də Mahmud ağadan gəlirdi. Heç bir şəkildə onların adı ilə bağlı deyildi. Mən də bu fikirlə razılaşıram ki, Beytüs-Səfa daha çox səfa məclisi, zövq məclisi. Yəni şeir də, musiqi də nə ki orada öz əksini tapırdı, onsuz da bir zövq səfa idi. Mən daha çox bu fikirlə razılaşıram və məsələn tədqiqatlar göstərir ki, həmin o Beytüs-Səfa məclisinin 45-dən çox üzvü olub. Onlar orada öz yazdıqları şeirləri paylaşırdılar. Eyni zamanda başqa regionlardan olan ədəbi məclislərlə məktublaşırdılar. Bir-birlərinə söz dağıtırdılar, bir-birlərinin şeirlərini oxuyurdular, müzakirə edirdilər. Musiqi ifa olunurdu həmin qəzəllər əsasında və s. Yəni həmin dönəmdə bu ərazidəki ən əhəmiyyətli məclislərdən, ədəbi məclislərdən biri idi. Bundan başqa Seyid Əzim Şirvani biz bilirik ki, uşaqlar üçün dərslik yazıb, Rəbül Ətfal və Tacül Kitab. Belə bir ehtiyac nədən yaranmışdı? Əlbəttə ki, bayaq qeyd elədim ki, Seyid Əzim Şirvaninin məktəbi yeni üsullu məktəbi idi və əvvəlki üsulda olan məktəblərdən fərqlənirdi deyə o istəyirdi ki, həmin o dərsliklər də yeni üsullu məktəbə uyğun olsun. Biz Rəbül Ətfal dərsliyini incələyəndə baxıb görürük ki, orada əksini tapan mətnlərin əksəriyyəti ya təbdilli, ya tərcümədir. Yəni orada orijinal mətn olduqca azdır. Amma Seyid Əzim Şirvaninin məqsədi orada yalnız özünün orijinal mətnlərindən ibarət olan bir kitab tərtib etmək deyildi. Əsas olan o idi ki, uşaqların qarşısına yaxşı mətnlər çıxsın, yəni ideyanı təqdim edirdi. Əsasən Seyid Əzim Şirvani uşaqlara ideyanı təqdim edirdi və Tacül Kitab dərsliyi də həmçinin.
Yeri gəlmişkən bayaq bir məqamı dedim ki, onu şübhəli siyasi cəhətdən şübhəli müəllim kimi məktəbdən uzaqlaşdırmışlar. Halbuki Tacül Kitab dərsliyinin o ümumiyyətlə çara ithaf etmişdi. Qeyd elədiniz söhbətin əvvəlində ki, 8 yaşında deyəsən köçür gedir Dağıstana. 7-8 yaşında köçür ora. Onun babası orada, ana babası qazı idi. Hə, Yaksay kəndinin hakimi idi, bəli. Yəni hakim hökmdar yoxsa? Yox. İndiki nə deyirlər ona? Kənd Soveti sədri falan kimi də belə. Elə hakim yox. Bəli, idarə edir. Yox, sadəcə idarəçisi idi. Orada yerli adamlardan idi, yoxsa buradan ora köçmüş adamlar? Yox, buradan ora köçmüşdü. Bəli, buradan ora köçmüşdü. Onun millətini soruşmaq istədim. Yox, Azərbaycanlı idi. Hətta səhv etmirəmsə, əgər məni yaddaşım yanıltmırsa, bəlkə də Kürdəmirli idi, səhv etmirəmsə. Amma ola bilər ki, yaddaşım məni yanıltsın. Amma yəni yox, sadəcə mən bilmək istəyirdim ki, Dağıstanın yerliləri. Yox, Azərbaycanlı idi. Bəli, Azərbaycanlı idi və iş fəaliyyəti ilə bağlı ora köçüb getmişdi Dağıstana illər öncə. Seyid Əzim Şirvaninin yaradıcılığı əsasən qəzəl və qəsidələrdən və bir də satiralardan, mənzum hekayələrdən ibarətdir. Seyid Əzimin qəzəl yaradıcılığından danışanda demək olar ki, həmişə tədqiqatçılar qeyd ediblər ki, əsasən aşiqanə qəzəllər yazırdı. Yalnız Sovet dönəmindən sonra, müstəqillik dönəmində bunu deyə bildik ki, onun aşiqanə qəzəllərinin özünü belə iki cür təsnif etmək mümkündür. Bir, real məhəbbətdən bəhs edən aşiqanə qəzəllər, bir də ki, ilahi eşqi tərənnüm edən və ümumiyyətlə təvazökarlıqdan kənar olsa da, mən öz monoqrafiyamda buna böyük bir fəsil həsr eləmişəm ki, Seyid Əzim Şirvani ümumiyyətlə təsəvvüf şairi olub. Seyid Əzim Şirvaninin təsəvvüf dünya görüşünün qaynaqlarını bayaq qeyd elədim. Bir klassik ədəbiyyat idi, Nizamidən başlamış, Füzuli. Yeri gəlmişkən, bu çox məşhur bir ifadə var. Seyid Əzim haqqında deyilir ki, Füzuli qəzəlini Seyid Əzim yeni dövrdə öz zirvəsinə qaldırdı. Bunu ilk dəfə Seyid Əzimin ilk tədqiqatçısı Firidun bəy Köçərli deyib. Mütləq şəkildə Firidun bəy Köçərlinin haqqını verərək mən bunu qeyd etmək istəyirəm ki, Firidun bəy Köçərli Seyid Əzimin yaradıcılığına çox böyük qiymət verirdi. Məsələn, onun Azərbaycan ədəbiyyatı kitabının ikinci hissəsində Seyid Əzimin haqqındakı oçerkin yer aldığı bölməni bütövlükdə Bahar Əyyamı və Seyid Əzim Şirvani adlandırırdı və sonra Hacı Seyid Əzim Şirvani hissəsində də böyük bir oçerki ona həsr edirdi. O Seyid Əzimə o qədər dəyər verirdi ki, deyirdi ki, mən çox təəssüf edirəm ki, Seyid Əzim dünyasını dəyişəndə onun demək olar ki, dəfn mərasimində çox az adam toplanmışdı. Biz bilirik də Seyid Əzimin ümumiyyətlə o vəfatı ilə bağlı belə qəribə fikirlər var. Yəni bəzən deyirlər ki, Seyid Əzim Şirvani məsciddən çıxanda onu məfhumatçılar qapının ağzında sıxıblar, oradan sıxılıb deyə dünyasını dəyişib. Buna amma heç bir sübut yoxdur. Sadəcə olaraq döymüş ola bilməzlər onu. Sübut eləyə bilmirik də, deyə bilərik, hər şey deyə bilərik, amma döymə deyəndə ki, bir zərbə də kifayətdir də. Bəlkə də ola bilər, amma məsələn tutalım tədqiqatçılar onun ki, o şəcərəsi ilə əlaqə saxlayanda onlar yaddaşlardan keçib gələn hansısa məsələləri danışanda deyirlər ki, həmin o insidentdən sonraki qapı ağzında sıxılma məsələ 10-15 gün yaşayıb xəstə olub da, xəstə yatağında olub sonradan dünyasını dəyişib. Yəni dərhal həmin insidentdən dərhal sonra dünyasını dəyişməyib, amma bunu biz fakt olaraq deyə bilmirik də, sadəcə deyirik ki, belə bir ehtimal var. Belə bir ehtimal var ki, belə olub. Yəni Seyid Əzim Şirvani öz dövründə o məfhumatçılar tərəfindən qəbul olunmayan, sevilməyən bir şəxsiyyət idi. Nəyə görə? Çünki həqiqətləri dilə gətirirdi. Xüsusən məmurlar, əgər elə adlandırmaq olarsa, həmin dönəmdəki hakimləri onu sevmirdilər. Dili acı idi və olduğu kimi də necə hiss edirdisə, necə qavrayırdısa, elə şəkildə də onları tənqid edirdi. Xüsusən satiralarında buna qayıdarıq. Və Seyid Əzim Şirvani haqqında Firidun bəy Köçərli deyirdi ki, Seyid Əzim rusların Puşkininə, Miskeviçinə bərabər böyük şairdir və ləfzini Füzuli kəlamına, Bağdadlı Füzuli kəlamına bərabər bir ləfz hesab edirdi, söz hesab edirdi və deyirdi ki,
Əgər bizim şairimiz Seyid Əzim Şirvani ruslarda ya digər millətlərdə olsaydı, onun dəfninə izdiham toplaşardı. Və hətta nümunə gətirir, deyir ki, Tiflisdə gürcülərin şairi Çavçavadze dünyasını dəyişdi. Ora nəinki sıravi insanlardan bir izdiham toplanmışdı. Hətta müxtəlif regionlardan deputatlar belə onun dəfninə təşrif gətirmişlər. Və çox təəssüflə deyirdi ki, biz ümumiyyətlə ziyalımıza qiymət verməyə bacarmırıq. Və bundan danışanda eyni zamanda Mirzə Fətəli Axundzadənin dəfnində yada salırdı, Asin dəfnində yada salırdı. Yəni bu baxımdan ümumiyyətlə Firidun bəy Köçərli Seyid Əzim Şirvaninin ilk tədqiqatçısı olaraq onun haqqında bir çox məlumatları verir və həyatı ilə bağlı da bir çox məlumatları o çatdırıb. Və yaradıcılığı ilə bağlı amma məsələn həmin o təsəvvüfi dünya görüşü məsələsinə ümumiyyətlə demək olar ki, toxunmayıb. Gəlib tutaq ki, Seyid Əzimin ilk tədqiqatçısı Sovet dövründə Kamil Mirbağırov olub. O da qəbul etmirdi ki, Seyid Əzimin təsəvvüfi dünya görüşünə malik idi. Sonradan Sadıq Hüseynov 67 və 77-ci ildə iki kitabı bir-birinə bənzər kitablardı. Bəlkə də birincidən bəhrələnmiş kitabdı. Orada da qeyd edirdi ki, Seyid Əzimin təsəvvüfi dünya görüşü onun yəni dünya görüşünün məhdud cəhəti idi. Əslində isə Seyid Əzim bayaq dediyim amillərə görə təsəvvüfü çox gözəl bilirdi və ilahi eşqi öz yaradıcılığının mərkəzinə qoyurdu. Və onun yaradıcılığının ikinci istiqaməti isə satiraları idi. Bu isə daha çox onun qəzetçilik fəaliyyətindən sonra başlandı. Bilirik də 1875-ci ildə Əkinçi qəzeti fəaliyyətə başladı və o Zərdabi bizim hazırda 150 yaşı tamam olan mətbuatımıza böyük bir işığı yansıtdı. Buna baxmayaraq onun bu fəaliyyəti yalnız ziyalılar tərəfindən qəbul olunurdu, qəzet alınmırdı, oxunmurdu, top tüfənglə qarşılayırdılar və həmin dönəmdə Zərdabinin o Əkinçini yaratmasına dəstək olan ziyalılardan biri də Seyid Əzim Şirvani idi. Bunun haqqında bir mənzumə yazmışdı. O mənzuməni də Firidun bəy Köçərli təqdir edirdi və deyirdi ki, heç bir faydası olmadı. Nə olsun ki, bu boyda bir mənzumə yazdı. Onun da xalqa heç bir faydası olmadı və 2 ildən sonra o qəzetdə bağlandı. Seyid Əzimin yeri gəlmişkən Əkinci qəzeti bağlanandan sonra fəaliyyəti ondan kifayətlənmir. Sonradan Ziya-i Qafqaziyədə, Kəşkül qəzetlərində də fəaliyyət göstərir. Ümumiyyətlə Seyid Əzim Şirvaninin qəzetlərlə əməkdaşlığı onun dünya görüşünə çox həlledici təsir göstərib. Yəni başlayıb o həyatının son dönəmlərində demək olar ki, qəzəlçilikdən nisbətən uzaqlaşıb ya da ki, qəzəl ya ömrünün sonuna kimi təbii ki, qəzəl də yazıb, qəsidə də yazıb, rübailər də yazıb, amma qəzəldə daha çox o tənqidi notları istifadə etməyə başlayıb. Yəni o satiralara üstü. Yeri gəlmişkən bir məqamı demək istəyirəm ki, Sovet dövründə deyirdilər ki, Seyid Əzim bizim böyük satirikimizdir. Mən bu məqamla da razı deyiləm. Monoqrafiyamda da mən qeyd edirəm ki, Seyid Əzim bizim bugünkü nöqteyi nəzərdən yanaşdığımız qədər, yanaşacağımız qədər böyük satirik deyil. Nəyə görə? Çünki onun yazdıqları daha çox satira deyildi, həcv idi. Tutaq ki, Sovet tədqiqatçıları nəyə görə onu satira adlandırırdılar? Yenə bayaq dediyim məsələyə qayıdıram. İdeoloji xidmətə görə. Sovet dövründə sərf eləyirdi, desinlər ki, Seyid Əzim ateist idi. Məsələn, o təsəvvüfi dünya görüşünə əks etdirdiyi şeirləri götürdülər. Şadəm ki, tökülə qanı Hüseyni. Bu misranı götürürdülər, deyirdilər ki, Seyid Əzim Hüseyni sevmirdi. Deyirdi ki, qanının tökülməsinə sevinirəm. Halbuki həmin mərsiyə Seyid Əzim tərəfindən sevə-sevə yazılan bir mərsiyə idi. Və belə misraları kontekstdən çıxarırdılar. Kontekstdən çıxardıqları mətnlərin əsasında onu ateist elan edirdilər və satiralarında da eyni zamanda məhz bu kontekstdən Sovet ideologiyasına xidmət edəcək kontekstdən yanaşırdılar. Amma onun yaradıcılığını tədqiq edəndə görsən ki, Seyid Əzimin şeirlərində böyük mənada satira yoxdur. Çünki satira nədir? Dərindən qazmağı bacaran, bütövlükdə problemin özünü göstərən. Seyid Əzimin mətnlərində sabir məsələ üçün. Bəli. Ona görə də Seyid Əzimin mətnlərində o kontekstdə satira yox idi. Çünki o tənqid edəndə ayrı-ayrı şəxsləri və onların əməlləri tənqid edirdi. Məsələn, o Çar Rüsuli idarəsinə qarşı deyildi. Çar Rüsuli idarəsini həmişə tərifləyirdi. Tacül kitabdan da göründüyü kimi qeyd eləyirdi ki, sadəcə olaraq yerlərdəki bəylər, xanlar pisdilər, məmurlar pisdilər, qazilər pisdilər, hakimlər pisdilər. Bəli, onu demək istəmədim, amma doğrudan da onun yanaşması bəli elə idi. Yanaşması doğrudan da belə idi və ona görə də Seyid Əzimin düşünürəm ki, satiraları yox dərəcəsində azdı, olanları da zəifdir. Yəni bu mənim düşüncəmdir. Bizdə çox vaxt o qədər sevilən fiqurları bütləşdirirlər ki, alternativ fikir deyəndə onu qəbul etmirlər. Mənim də bu fikri ifadə edəndə fikrimi qəbul etməyiblər. Həmişə deyiblər ki, nə danışırsan, Seyid Əzim böyük satirikdir. Mən dediyim üstünə qalıram, Seyid Əzimi böyük satirik hesab etmirəm. Düşünürəm ki, o qəzəl yaradıcılığı ilə böyükdür, satira yaradıcılığı ilə böyük deyil. Eyni zamanda onun
bilirik ki, uşaqlar üçün yazdığı çoxlu mənzum hekayələri var. Bayaq da qeyd etdiyim kimi, onun mənzum hekayələri daha çox təbdil və tərcümədir. Yəni orada mütləq şəkildə təsirlənmələr var. Təbdil dediyimizi oxucular üçün aydın olsun deyə, yəni təmsil yaxındır da təbdil. Sadəcə olaraq motivləri götürüb öz dilində yazırdı. Və elə bil ki, orijinal ideya deyildi. İdeyanı istifadə edirdi. Dəyişmək, bir şeyi dəyişmək. Bəli. Təbdil dəyişdirmək. Bəli, özünə məxsus ideyanı götürürdü, özünə məxsus şəkildə ifadə edirdi onu. Tutaq ki, tədqiqatçılar hələ o vaxtlarda, Sovet dövründə də araşdıranda görürdülər ki, ən məşhurları Yerdəkilərin göyə şikayəti, Köpəyə ehsan, yəni onlar belə orijinal deyildi. Mütləq şəkildə ya şərq ədəbiyyatında, klassik ədəbiyyatda, ya qərb ədəbiyyatında onların kökü var. Bir götürüb mühitə adaptasiya edirdi. Bəli, adaptasiya edirdi. Bayaq da çünki qeyd elədim ki, Seyid Əzim üçün Tutalım Rabiül Ətfalı yazanda, yaxud Tacül kitabı yazanda məqsəd özünün orijinal yaradıcılığını uşaqlara təqdim etmək deyildi. İdeyanı təqdim etməkdir ki, uşaqlar bu məsələlərdən hali olsunlar, xəbərdar olsunlar. Sonra Seyid Əzim Şirvaninin bir də rübailəri var ki, rübailəri onun yaradıcılığı haqqında geniş məlumat verir. Xüsusən də rübailəri onun səyahətləri ilə bağlı daha çox belə məlumat verir. Seyid Əzimin şeirlərində zamanəsindən şikayətlər də çox geniş öz əksini tapıb. Ümumiyyətlə Seyid Əzimin yaradıcılığında o şikayət motivi həmişə ön planda deməzdim, amma bir xətt kimi onu nəzərə çarpır. Mən başa düşürəm, klassik ədəbiyyatımızda ərizə hallar, şikayətnamələr çox böyük yer tutur, yəni. Çünki müəllif həm də necə də olmasa özünü və öz dövrünü yazır da. Müəllif mütləq şəkildə öz dövrünün yetişdirməsidir. Bir Nəsimidə görməmişəm şikayətnamə, qalan hamısını demək olar ki var. Dövrünün yetişdirməsidir, bir də ki, əziyyət çəkirdi. Düz deyə Seyid Əzim Şirvaninin biz həyatına, fəaliyyətinə baxanda görürük ki, bütün əziyyətlərə rəğmən edib. Yəni heç vaxt əziyyətlərinə görə geri çəkilməyib. Ömrünün sonuna kimi məktəbdarlıq fəaliyyəti ilə məşğul olub, düz 19 il ərzində, yəni öz məktəbində də, Üsul-i Cədiddə. Buna baxmayaraq çox əziyyət çəkib. Öz məktəbindən əlavə də o Ünsüzadələrin məktəbində də dərs deyib. Çox yazıb, yaradıb. Bunlara baxmayaraq həmişə də əziyyət içində yaşayıb. Yəni ailəsini dolandırmağa çətinlik çəkib və bu çətinlikləri necə ifadə edir? Mən bayaq qeyd elədim ki, Beydüssəfa Məclisinin o xeyriyyətçi Mahmud ağa təmin edirdi də, daha çox maddi vəsaitlə və bir də ki, Əhməd Sultanın iqamətgahında onların məclisləri keçirilirdi. Bunlar da təsir etmirdi. Bəzən tutalım Seyid Əzim Şirvaninin yaradıcılığına baxsaq, bəzən ona yaraşdıra bilmirik də, deyirik ki, məthiyələr yazıb bir torba buğdadan ötürü, çörəkdən ötürü, hansısa bir məbləğdə puldan ötürü, borcdan ötürü və s. qapılara gedib və şairdir də onlara məthiyələr də yazıb. Elə Firidun bəy Köçərli də yazırdı ki, çox təəssüf verir, vaxtında xalq onu dolandırsaydı, əgər o məcbur olub maddi vəsaitlərə görə məthiyələr yazmazdı. Demək olar ki, yoxdur da. Yəni, məsələdir burasındadır ki, məthiyə yazdığı halda, bəli, Seyid Əzim çox acınacaqlı vəziyyətdə yaşayırdı. Bəzən də bilirsiniz, maraqlı bir şey olurdu. Məsələn, hansısa bir varlı bir insana öncə məthiyə yazırdı, sonra görürdü ki, istədiyini ondan ala bilmir, ona həcv yazırdı. Biraz bu məqamlar adamı çaşdırır. Deyirsən ki, çox ziddiyyətli insan olub da, dünən belə düşünürdü, bugün belə düşünürdü. Bir də başqa bir məqamda var, yaradıcılığı barədə də ziddiyyəti vardı Seyid Əzim. Məsələn, deyirdi ki, həcv yazmaq düzgün deyil, şairin şəninə şayan deyil. Şair niyə görə həcv yazsın? Çünki həcvdə çoxlu təhqiramiz sözlər olurdu ki, onları bugünə kimi də ortalığa çıxarda bilmirlərdi. Hamımız bilirik ki, Seyid Əzimin həcvləri var, amma onu heç bir kitaba salmaq mümkün deyil. Bəzi həcvlər ki, hansını ki salmaq mümkün olur, məsələn o Süleyman Rüstəmovun dönəmində də, onlarda bir 69-cu il çapından deyirəm, onlarda belə həmin o sözlər, yəni öz ifadəsini tapmayıb Seyid Əzimin o seçilmiş əsərlərində, 3 cildliyində. Yəni bu da onun yaradıcılığında bir ziddiyyətli bir istiqamət idi ki, həcv yazmağa qarşı idi, amma yazırdı. Məsələn, tutaq ki, onun o asi ilə deyişməsi vardı, həcv Xurşudbanu Natəvan haqqında deyirdi ki, sən nəyə görə Seyid Hüseynə ərə getdin, bir çarıqlıya da, yəni papaqçı idi axı Seyid Hüseyn və ona həcv yazırlar, sonra Mir Möhsün Nəvvab işə qarışır ki, lazım deyil belə həcvlər yazmaqda, yəni bizə yaraşmır. Bu dönəmdə bizim dəyərli bir ziyalı xanımımızın haqqında, onun həyat yoldaşı haqqında yazmaq və s. Yəni Seyid Əzimdə bəzi o dünya görüşündəki ziddiyyətlər yaradıcılığında da əksini tapırdı. Və bayaq da qeyd etdiyim kimi onun həcvləri satirasının önünə keçir.
yəni demək olmaz ki, böyük satirik idi. Daha çox həcvlər yazan və bunu şəxsi məqsədlər üçün yazan bir müəllif idi. Belə. Bir istəyirəm dinləyicilərim üçün bir şey aydınlaşdıraq. Həcvlə satiranın İngilcə fərqini qeyd eləyək ki, satira tənqiddirsə, həcv də təhqirdir. Hə. Yəni bu fərq budur başa. Bir də ki, satiranın ümumiyyətlə ictimai konteksti var, ictimai əhəmiyyəti var. Həcv daha çox belə deyim, fərdi məsələdir. Bəli, tamamilə fərdidir. Bəli. Yəni orada heç bir ictimai kontekst yoxdur, konkret şəxsi tənqid. Bizim ədəbiyyata doğma bir şeydir. Bu ərəb ədəbiyyatından necə qəzəldir, məthiyələrdir. Ərəb ədəbiyyatından bizim ədəbiyyata keçmiş bir şeir janrıdır deyə şükürlər olsun ki, az istifadə olunub. Bəli. Belə başa düşdüm ki, söhbətimiz sona çatdı. Əziz dinləyicilər, vaxtımız da sona çatdı. Xatırladım ki, studiyamızın qonağı Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya fəlsəfə doktoru, doçent Mətanət Vahid idi. Mətanət xanım, maraqlı söhbətə görə sizə təşəkkür edirəm. Siz sağ olun. Gələn həftə eyni gündə, eyni saatda görüşmək ümidi ilə salamat qalın.